Salam uşaqlar, hər vaxtınız xeyir. Uşaqlar, keçən dərs biz rekord eləmişdik, amma o texniki problemlərdən dolayı save olunmayıb. Onun üçün bu videonu sizin üçün təzədən çəkməli olacağam. Bizim ümumilikdə işləyəcəyimiz 4 dənə layihə var idi. Dərsdə olanlar bilir. Deməli, Happy Family Application, Booking Application, Student Application və Adventure Game Application. Biz keçən dərs Happy Family, yəni sizə də tanış olan applicationdan development eləməyə başladıq. Amma bu günə qədər sizə ilk dəfə olaraq DAO layer haqqında başlanğıc olaraq danışmağa çalışdıq. Ümumiyyətlə biz applicationu işləyən zaman bir application normal qaydada real iş mühitində necə development olunursa, necə strukturlaşdırılırsa, o formatda eləməyə çalışdıq. Deməli belə, bizim ilkin olaraq, hal-hazırda development eləməyə çalışdığımız application Happy Family. Yəni bir ailə yaratmaq, ailə yaradan zaman ailələr üzərində əməliyyatlar aparmaq, create eləmək, ailələrin məlumatlarını görmək, ID-sinə görə ailə məlumatını almaq və ya ailəni silmək, update eləmək, bu kimi məsələlər. Ümumilikdə mən sizə başlanğıc olaraq DAO layer haqqında danışmaq istəyirəm. Bu DAO layer nədir? Ümumiyyətlə biz applicationu development eləyəndə nələrə diqqət eləməliyik, ondan başlayaq danışmağa. Deməli belə, bizim başlanğıc olaraq hal-hazırda ümumiyyətlə 4 dənə layihə saydım da sizin üçün. Hər bir layihənin mərkəzində bir əsas nüans durur, bir domain durur. Bu domain dediyimiz şey nədir? Yəni layihənin ümumilikdə məqsədi nədir, onu ifadə edir. Yəni biz hal-hazırda ailələr yaratmaq istəyirik və onlar üzərində əməliyyatlar aparmaq istəyirik. Demək ki, bizim hal-hazırda domainimizin mərkəzində duran şey, domain dediyimiz şey ailədir. Yəni familydir. İndi biz bir application yaradan zaman ilk olaraq atacağımız addım nədir? Java application qurmuşuq, Java C səviyyəsində. Burada Turing paketini açmışıq və bunun daxilində biz paketlər açacağıq və development eləməyə çalışacağıq. İlkin etapda biz domain adında bir paket açırıq və bizi də dedik ki, domainimiz dediyimiz şey ailə, domainin mərkəzində duran şey ailədir. Domainin də daxilində 2 dənə paket olmalıdır. Entity və repository paketləri. İndi bu entity və repository paketləri nədir? Gəlin entitydən başlayaq. Qayıdıram yenə bura, uşaqlar. Deməli, domain hissəsini məncə başa düşdük ki, yəni proyektin ümumiyyətlə mərkəzində nə durur, onu ifadə edir. İndi keçək entity məsələsinə. Deməli, uşaqlar, biz bir ailəni yaratmaq üçün nələrə ehtiyacımız var? Başlanğıcda entitylərə. Daha doğrusu bir ailə üçün nələr lazımdır? Ailədə ana olmalıdır, ata olmalıdır. Bizim application tələb elədiyi uşaqlar olmalıdır və ailəyə aid bir ev heyvanı olmalıdır. Ya bir neçə ev heyvanı da ola bilər. Eyni qaydada bir neçə uşaqlar da ola bilər. İndi bizim bir ailədə bir ana var, bir ata var və bir neçə uşaqları var. Nəticə itibarilə ananın da adı var, soyadı var, atanın da adı var, soyadı var və eyni qaydada uşaqların da adı, soyadı, davranışları, bu kimi fiillər var. Deməli, bizim ilkin olaraq ehtiyacımız olduğumuz şey, ilkin entitimiz nədir? Human. Bu human nədir uşaqlar? İndiki məsələ. Deməli, burada bizim ID, name, surname, birth date və şkadul adında oxuya bilmədim. Bu fildimiz var. Bax, ana da bir humandir, ata da bir humandir və uşaqlar da eyni qaydada bir humandir. Demək ki, bizim ilkin olaraq ehtiyacımız olan human da bir klassdır ki, biz bu klassdan istifadə edərək ailənin üzvlərini yarada bilək. Bu bir Pojo klassıdır. Yəni nədir bu Pojo klassı? Bir klassın daxilində fillərimiz var private şəklində. Daha sonra constructor yaratmışıq burada. Getter'lar, setter'lar, equals və hashcode və toString. Bu formatda olan bir klass adlanır Pojo klassı. İndi human klassının məqsədi sadəcə bir insanı təsvir etməkdir.
Yəni bu insan ana, ata, uşaq olacağını biz sonradan qərar verəcəyik. Yəni ailə daxilində. İndi bir insanı yaratmaq üçün bizim human adlı klassımıza ehtiyac varsa, bir ailəni də yaratmaq üçün bizim family klassına ehtiyacımız var. Və gəlirəm ikinci addım bizim yaratmalı olduğumuz klass family klassıdır. İndi family klassında dedik ki, bir ailədə bir ata olacaq başlanğıc, bir anamız olacaq, bir neçə uşaq ola bilər və ailəyə aid ev heyvanları ola bilər. Bu belə. Və burada biz ailədə fikir verirsinizsə, ailə yaratmaq üçün neynədik? Bir konstruktor yaratmışıq. Yəni başlanğıcda konstruktorumuzun 2 dənə parametr götürür burada gördüyümüz kimi. Bunun niyə biz 2 dənə parametrdə götürmüşük, onu izah eləyək. Çünki bir ailədə fikir verirsinizsə, ana, ata ola bilər, amma elə ailələr var ki, realda, yəni uşaqları yoxdur və ev heyvanlarına sahib deyil. Yəni sonradan ailədə uşaq anadan ola bilər, ailə uşaq götürə bilər. Bu kimi məsələlər var. Ona görə biz bu children və pets-i burada başlanğıcda vermədik. Konstruktor burada ana və ata əlavə olunan kimi burada neynəmiş olduq? Bu children bərabər olur, yəni new array list. Yəni sonradan mən elə bir ki, ailə yaradan ana, ata əlavə edib bir family klassından obyekt yaradan zaman default variantda boş, yəni 0 sayda uşaq yaranır. Lazım olacaq uşaq yaradacağıq və bu ailəyə əlavə eləyəcəyik. Eyni qaydada ev heyvanlarına da aiddir bu. Ona görə başlanğıcda bizim konstruktorumuz sadəcə ana və atanı götürmüş oldu. Burada da gördüyümüz kimi getterlar, setterlar, equals, hashcode və toString'imiz var. Daha sonra üçüncü şey, bizim bir family'də nəyə ehtiyacımız var idi? Human klassına. Biz human klassı ilə ananı, atanı və uşaqları təsvir elədik. Ev heyvanı da olması üçün neynədik? Bizim pet klassına ehtiyacımız oldu. Pet klassında mən 4 dənə field yazmışam. Burada name'i, age'i və hansı cinsdən olması. Bu da onun konstruktoru. Eyni qaydada getterlar, setterlar, equals, hashcode və toString. İndi bir dənə qalır bu day of week nədir uşaqları? Bu da həftənin günlərini ifadə edən bir inam. İndi bu inamı biz bəs harada istifadə eləmişik? Human klassının daxilində. Yəni bu day of week-in ümumiyyətlə məqsədi nədir? Bir adam var, yəni bu adam ana da ola bilər, ata da ola bilər, uşaq da ola bilər. Bu adam misal üçün uşaq deyəlim ki, uşaq götürək. Yəni həftənin birinci günü bu adamın bir davranışı var. Məsələn, kitab oxumaq və yaxud da ki, həftənin ikinci günü idmana getmək. Yəni bu bir map istifadə eləmişik burada. Map də bildiyimiz kimi key value prinsipini işlədiyi üçün bizim bir tərəfdə inamımızı götürür key olaraq. Yəni ikinci tərəfdə onun davranışını string data tipi ilə götürmüşük. Eyni qaydada başqa burada deməli olduğum pet klassını da deməli konstruktor, getterlar, setterlar. Belə. Deməli bizim başlanğıcda entitylərimiz hal-hazırda bu 4 dənə gördüyümüz day of week, family, human və pet. Biz əvvəldə dedik ki, domain hissə, yəni bu hissə 2 dənə hissədən ibarət. Domain dediyimiz, yəni nüans 2 dənə hissədən ibarətdir. Entitylər və repositorilər. İndi entity hissəsini başa düşdük ki, bizim başlanğıcda yaratmalı olduğumuz klasslardır. Yaxşı, repositor nədir? Gəlin ondan da danışaq. Uşaqlar, ümumiyyətlə, dedik ki, bir ailə yaradan zaman biz ailələr üzərində nə etmək istəyirik? Ailəni yaratdıq, sonra ailənin misal üçün hamısını göstərmək istədik. Layoutla listi ekrana vermək istədik. Və ya ailəni bir ID-sinə görə məlumatlarını ekrana vermək istədik. Ailələr içərisindən 5 nömrəli ID-yə sahib olan ailəni ümumiyyətlə silmək istəyirik. Yəni bunun adı nə adlanır? Mən sizə keçən dərs demişdim. CRUD operationlar. Bir dənə bunu təsvir edeyim. Aha. Deməli biz ümumiyyətlə ailə yaradan zaman fərq yoxdur. Yəni ümumiyyətlə application yaradan zaman, yəni domain dediyimiz şey üzərində 4 dənə əməliyyat apara bilərik. Yəni bu apardığımız əməliyyatların da adı adlanır CRUD operationlar. Yəni biz ailəni yarada bilərik bu
Bir də bunu alt-alta yazım, daha aydın olsun. Aha. Yəni biz ailəni create eləyə bilərik, daha sonra read eləyə bilərik, yəni oxuya bilərik, yəni ailələrin məlumatlarını ekrana verə bilərik. Hər hansı bir ailəni update eləyə bilərik. Məsələn, ailədə atanın adını dəyişmək lazımdır, update elədik və ailəni delete eləyə bilərik. Bu əməliyyatların adları ümumilikdə adlanır CRUD operationlar. Bu da belə. İndi bax biz bu əməliyyatları aparan zaman uşaqlar bizim nəyə ehtiyacımız var? Yəni biz tamam ailəni yazdıq, yaratdıq, konstruktoruna doldurduq məlumatları, uşaqlar əlavə elədik. Bu əlavə elədiyimiz məlumatlar bir yerdə saxlanılmalıdır. Həmin saxlanılan yer adlanır repository, yəni baza. Biz hal-hazırda baza olaraq istifadə elədiyimiz şey nədir? In memory. Yəni bu in memory dediyimiz şey hamıya da məlumdur da. Məsələn, string text bərabər hello world yazırıq. Bu hello world yəni havada saxlanılmır da. Həmin teksti biz siyahutun daxilinə verəndə nə edir? Həmin RAM-dan məlumatı oxuyur və ekrana çap edir. Deməli, indi eyni qaydada biz də ailələr üzərində iş görən zaman həmin ailələri bir yerdə saxlamalıyıq. Ümumilikdə biz dedik ki, ailələr üzərində bu əməliyyat, hansı əməliyyatları aparmaq istəyiriksə, onlar üçün növbəti addımda nə etməliyik? Repository paketinin daxilində bir interfeys açıram. Və bu interfeysdə nə verirəm? Family DAO. Yəni, bu soruşa bilərsiniz ki, niyə class açmadım da interfeys açdım? Bu ümumilikdə bir yanaşmadır, uşaqlar. Mən ümumilikdə elə bir ki, bir to-do list çıxarıram. Ailə üzərində mən hansı əməliyyatları aparmaq istəyirəmsə, onun bir to-do listini yaradıram. Yəni mən ailəni yaradacam, find all eləyəcəm, yəni bütün ailələri görəcəm, find by ID eləyə bilərəm və ya update eləyə bilərəm və ya delete eləyə bilərəm. Bunu bir to-do list kimi düşünə bilərik. Amma necə qərar verəcəm? Daha sonra deməli family in memory impl adında bir class açıram. Yəni biz niyə bunun adını belə vermişik? Bir interfeysi biz normalda klassda nə edirik? İmplementasiya eləyirik. Ona görə bu adlandırmanın bu hissəsi buna görədir. İndi biz implementasiyanı, yəni ailələr üzərində işi harada aparmaq istəyirik? In memory. Yəni biz databaza olaraq, yəni nə MySQL, PostgreSQL, Oracle istifadə eləmirik. Hal-hazırda bizim databaza olaraq istifadə elədiyimiz şey in memory'dir. Ona görə bunun adını qoyuruq nə? Family. Yəni tamam, in memory üzərində nə iş görmək istəyirik? Ailə üzərində iş. Ona görə bunun adını vermişik family in memory impl. İmplementasiya elədik və implementasiya elədiyimiz üçün də biz nə iş görmüş olduq? Bu family DAO klassının daxilində yaratdığımız metodları override etmiş olduq. Tamam. Bu sətir çox önəmlidir uşaqlar. Biz dedik ki, hal-hazırda istifadə elədiyimiz baza in memory'dir. Mənim də hal-hazırda in memory olaraq istifadə elədiyim baza budur. Yəni biz family listini yaratmışıq. Daha sonra bu listdən istifadə eləyərək ailəni create eləyən zaman bu listin daxilinə əlavə eləyəcəm və ya family eləyən zaman bir dənə bu listi qaytaracam. Find by ID eləyən zaman, update eləyən zaman və delete eləyən zaman. Daha sonra nə danışa bilərik? Repository qatımız ümumilikdə bundan ibarət olmuş oldu. Bu hələ ki entity və repository servis qatına keçmək istəmirəm. Zaten biz keçən dərsdə düzdür, çox bir şey yazmamışdıq. Səhv eləmirəmsə, bir dəqiqə baxın bura. İmplementasiya zamanı create və find all metodunu development eləmişdik. İstəyirsinizsə, bura qədərini siz özünüzdə baxın, anlamağa çalışın və buradakı klassları yaradın. Eyni qaydada bu repositorinin daxilində bu interfeysi yaradın, onun implementasiyasını eləyin. İmplementasiyasını eləyib override eləyərsiniz. Yəni bu metodları heç bunu yazmağa belə ehtiyacınız yoxdur. İstəsəniz bunu da yazmazsınız. Bu qaldığımız hissədən davam edərik. Həm siz buna qədər suallarınızı hazırlamış olarsınız, həm də sabah offline şəkildə, yəni təkrar yenidən bu domain, DAO layer, entity, repository, servis qatlarını mən sizə yenidən izah eləməyə çalışacağam.